Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bildiyimiz kimi bugün 4-cü siniflərin monitorinq imtahanı oldu. Elə bizim əlimizə PDF keçmişkən biz vaxt itirmədən istəyirik ki, onun izahına baxaq. Həm belə deyək də bu 4-cü siniflər üçün faydalı bir video olacaq. Testlərini yoxlaya biləcəklər. Həm də 6-cı siniflərin sabah inşallah imtahana gedirik. 6-cı siniflərdə suallara baxsınlar, mətnlərə baxsınlar. Hətta PDF-i bizdən əldə edib mətni işləsinlər. Biraz iri həcmli mətnlər salıblar. Mətnləri işləsinlər, sual modellərinə baxsınlar. Böyük ehtimal, yəni faydası dəyər, kömək olar, faydası olar. Cəmi 2 dənə mətn düşür 4-cü siniflərə Azərbaycan dilindən. Biri bədii, biri qeyri-bədii mətindir. Deməli, ilk əvvəldə 3 dənə belə sual veriblər, şəkilli sual. Stolun şəklini qoyub nə olduğunu yazmaq lazımdır. Bu altılara düşməyəcək. Yəni belə bir asan bir sualdır. Bu altılara düşməyəcək. 4-cü siniflərin söz tanıma bacarığını yoxlamaq üçün salıblar. Mətnimiz bədii mətn Leylanın Dirliyi adlı bir mətndir. Mətni oxumaq üçün yenə deyirəm PDF əldə edib mətni oxuyarsınız. Ondan sonra sualları işləyərsiniz. Yoxdur elə videonu dayandıra belə baxa bilərsiniz mətnə. Mən istəyirəm vaxt itirmədən sualların izahına keçək. Sualları verim, düzgün cavablarını. 4-cü sual. Leyla toxumları hara əkdi? Çox rahat sualdır. Yəni yadda saxlamaq lazımdır. Mətndə onun cavabı var. Yəni mətni diqqətlə oxuyanda yazmaq olur. Yəni burada doğru cavab olacaq anbarın yanı. Leyla toxumları anbarın yanına əkir. Leyla toxumları əkdiyi günün səhəri nə gördü? Səhəri heç nəyin dəyişmədiyini gördü. Bu hətta Leylanı məyus elədi. Leylanın dilindən verilmiş hansı cümlə onun məyus olduğu hiss olunur hansı cümlədən? Bu tipli sual ola bilsin ki, düşsün, nə hiss elədi, nə hiss olundu. Bu sualın doğru cavabı toxumlar. Nənə, bu toxumlar düzərmir ki, düzərmir. Nənəsən bunu deyəndə onun məyus olduğunu hiss eləyirik, başa düşürük. Daha sonra baxaq. Leyla ağacın budaqlarını niyə kənara çəkdi? Ağacın budaqlarını kənara çəkdiyi konkret mətndə rast gəlmədim. Amma düşünürəm ki, yəni bağı təmiz olsun deyə bunu eləyir. Çör-çöpləri falan belə təmizləyir. Onun üçün cavabı D qoyuram. Amma cavabı fərqli də verə bilərlər. Bu sadəcə bizim təxminimizdir. Təxmin edirik ki, cavab bu olar. 8-ə baxaq. Yazıq toxumlar qorxurlar ifadəsi ilə nənə əslində nə demək istəyirdi? Orada mətndə Leyla toxumlara qışqırır ki, niyə böyümürsünüz? Nənə də cavab deyir ki, yazıq toxumlar qorxurlar, onlara qışqırma. Əslində bunu yəni zarafatca nəvəsinə deyir. Onun üçün deyir ki, qışqırmaq onların böyüməyinə kömək eləmir. Ona görə nənə o formada deyir. Onlar səsdən zədələnə bilərlər, bu yanlış fikirdir. Onlar mehriban danışanda tez böyür, yanlış fikirdir. Onlar səs-küydə böyüyə bilmir, yanlış fikirdir. Sadəcə ona görə deyir ki, qışqırmağın faydası yoxdur. 9-a baxaq. Nənənin sözlərindən sonra Leyla torpağa münasibəti necə dəyişdi? Deməli, nə elədi? Torpağa qulluq edərək səbirlə onun böyüməsini gözlədi. Doğru cavabımız budur. Səməd Leylanın sözlərinə niyə güldü? Çünki Leyla bitkilərdən aralanmırdı. Xeyr, bu yanlışdır. Torpaq yağışlı ıslanmışdı. Yanlışdır. Leylanın dirik dediyi yer ancaq torpaq idi. Bəli, ancaq torpaq idi. Bitki çıxmamışdı. Səməd də ona gülürdü ki, necə deyir ki, burada bitki yoxdur. Eləcə torpaqdır. O da ona başa salır ki, bəs torpağın altında toxum cücərir, kök atır. Ondan sonra torpağın üzünə çıxır. Bunu da ona nənəsi demişdi. Güclü yağış Leyladan toxumlarla bağlı hansı düşüncəni formalaşdırır? Təbiət hadisənin bitkilərə fayda verdiyinə əmin oldu. Xeyr, əmin olmur. Orada qorxuya düşür ki, birdən toxumlar zədələnər. Toxumlar təbiət hadisələrindən qorunmalı olduğunu düşündü. Bəli, toxumların yağışdan qorunmalı olduğunu düşündü. Əkdiyi yer tapmayacağından qorxurdu. Bu yanlışdır. Yağış yağanda toxumların daha sürətlə böyüyəcəyinə inandı. Bu da yanlışdır. Sadəcə orada qorxurdu ki, yağış toxumları zədələyər. Mətndə verilmiş o sakitcə oturub yarpaqların xışıltısına qulaq asırdı cümləsi Leylanın duyğuları haqqında bizə hansı fikir formalaşdırır? Bax, ola bilsin ki, altılara da bu tipli
suallar düşsün. Yəni obrazın emosiyalarını anlamaqla bağlı. Yəni bu da o qədər çətin deyil. Yəni variantlara diqqətlə baxsaq taparıq. Torpaq hələ də sustuğu üçün dirlik becərmək üçün əl çəkmişdi, yanlış. Çox zəhmət çəkməli olduğunu xatırlayanda yorulurdu, yanlış. Toxumlara əsəbi olduğu üçün özünü sakitləşdirirdi, yanlış. Bu fəaliyyətdən və bağda olmaqdan zövq almağa başlamışdı. Bəli, artıq zövq almağa başlamışdı ki, yarpaqların xışıltısına qulaq asırdı sakit oturub. Sonra baxaq, düzəltilər görəndə Leyla nəyi anladı? Toxumların nağılları çox bəyəndiyini, xeyr. Toxumların qorxularını keçib getdiyini, xeyr. Toxumların onun əmrlərini yerinə yetirdiyini, bu da yanlış fikirdir. Toxumların artıq torpağa kök saldığını, bəli, Leylanın nənəsi deyir ki, toxum torpağa kök salandan sonra artıq torpağın üzərinə çıxacaq onun düzəltləri. Nənənin mətnin ən sonundakı görürsən, onların işi nə qədər çətindir. Fikri nəyi göstərir? Toxumların düzələnə qədər keçdiyi inkişaf prosesini. Bəli, toxumlar düzələnə qədər çətin bir inkişaf prosesini keçir. Nənə burada bunu vurğulamaq istəyir. Leylanın toxumları qulluq edib yorulduğu yanlışdır. Torpaqda işləməyin çox çətin olduğunu yanlışdır. Yəni onu demək istəmir bu cümlə ilə. Ağac budaqlarının böyümə prosesini, burada ağacdan söhbət getmirdi. Hekayədə müəllif hansı əsas ideyanı çatdırmaq istəyir? Başqasının tənqidi işi sürətlə bitirməyə kömək edir. Yanlış. İnkişaf üçün səbr və zəhmət lazımdır. Bax, doğru fikir budur. İnkişaf üçün səbr eləmək və zəhmət çəkmək lazımdır. Belə bir söz var, deyir, uğur səbr və zəhmətin nəticəsidir. Gözəl dirlik salmaq asandır və tez başa gəlir, yanlış. Toxumlar nağıl, şeir və mahnı ilə düzəlir, bu da yanlış. 16-cı sual. Açıq yazılı sual. Bu sual tipi mütləq düşəcək sabah imtahanda. Nənə toxumları səyyahlara bənzədir. Bəli, doğrudur. Mətndə bu bənzətməni əsaslandıran cümləni seçib yazın. Bəli, nənə toxumları səyyaha bənzədir və mətndə elə bir hissə var. İndi onu göstərəcəm. Burada deyir ki, haradaydı o cümlə? Onlar sanki yol axtarır. Bu kökçülər aşağıya torpağa doğru inkişaf edir. Onlar sanki yol axtarırlar. Yol axtarırlar cümləsi bizə lazımdır. Bunu səyyahların səyahətinə bənzədə bilərsən. Deməli, bax, onlar sanki yol axtarırlar. Səyyahlar səyahətə çıxanda yolla gedirlər də, yaxşı yol axtarırlar, yolla səyahət edirlər. Ona görə, bax, onlar sanki yol axtarırlar cümləsi nənənin səyyahlara bənzətməsini açıqlayır, aydınlaşdırır. Deməli, 16-cı sualda cümləni gətirib ora yazırıq. Hətta öz sözlərimizdən də müəyyən əlavələr eləyə bilərik. Özləri belə geniş qoyublar ki, rahat-rahat yaza biləsiniz. Daha sonra keçək bədii mətnə. Bədii mətnə biraz, qeyri-bədii, informativ mətnə biraz iri həcmlidir. 17-30-cu suallar. Yəni 14 dənə sualdır, səhv etmirəmsə, qeyri-bədii mətndəndir. Bir neçə dənə burada canlılar haqqında məlumat verib. Kainatın ən dözümlü canlısı, nədir o adı? Tardiqradlar. Sonra bu quş haqqında verib. Daha sonra təbiətin şən sakini, canlı, bu da balıq növüdür. Daha sonra nəticə. İndi suallara baxaq. Mən mətni oxumuşam, ona görə birbaşa suallara baxıram. Tardiqradların su ayısının uzunömürlülük sirri kimi qeyd olunan xüsusiyyətlər hansılardır? Deməli, mətni oxuyanda aydın olur ki, uzun müddət yemək və su olmadan yaşamaları. Bəli, tardiqradlar uzun müddət su və yemək olmadan yaşaya bilirlər. Bir də 4. Havasız mühitdə belə sağ qala bilirlər. İtirilmiş bədən üzvlərini bir neçə həftə bərpa etmək bu başqa canlılara aiddir. İnsanların onları sevimli hesab etməsi də başqa heyvana aiddir. Cavab olur 2, 4. Mətnə əsasən tardiqradlar haqqında hansı fikir doğrudur? Pəncələrə iti və təhlükəlidir. Xeyr, onların pəncəsi yoxdur. Təhlükə hiss etdikləri zaman gizlənirlər. Bu səhvdir. Çünki onlar çox mikroskopik canlılardır. Müxtəlif temperatur şəraitində sağ qala bilirlər. Bəli, doğrudur. Başqa heyvanların səslərini təqlid edə bilirlər. Bu da quşdur. Su ayısı deyil. Tardiqradları mətndəki digər heyvanlardan fərqləndirən cəhət nədir? Mətndəki digər heyvanlardan. Bədəninin parlaq rəngli olması yanlış. Hərəkətləri təkrarlaya bilməsi yanlış.
Yalnız mikroskopla görünməsi. Bəli, digər canlıları biz gözümüzlə görə bilirik. Digər heyvanları mətndəki. Amma tardiqradlar, su ayları çox kiçikdir. Onu ancaq mikroskopla biz görə bilirik. Çox uzun quyruğu olması da yanlış. Alimlər tardiqradların hansı xüsusiyyətinin sirrini hələ də tam aça bilməmişlər. Bəli, bu uzun müddətli yuxudur. Onlar 30 il yuxu yatıb, 30 ildən sonra yenidən oyana bilirlər. Sağlam formada. İtirilmiş bədən üzvünün bərpası başqa canlıya aiddir. Meşənin dərinliklərində digər canlılardan gizli yaşamaları. Bu da başqa canlıdır. Onların mikroskop altında asanlıqla görünə bilməsi mikroskopun kəşfi sayəsində mümkündür da. Yəni bunun sirri açılıb da. Bu sir olan bir şey deyil. Burada doğru cavab A-dır. Lira quşu ilə bağlı hansı fikir doğrudur? Səs təqlidindən ov etmə və müdafiə olmaq üçün istifadə edirlər. Bax, səs təqlid edən lira quşudur. Düşməndən gizlənmək üçün ağac budaqlarında gəzirlər. Xeyr. Təhlükə hiss eləyəndə kolluğa girir lira quşu. Əsasən gündüzlər yatır, gecələr yem axtarır. Xeyr, bu da yanlışdır. Lira quşuna aid deyil. Lira quşu gündüz fəaliyyətdə olur. Geniş və açıq olan ərazilərdə yaşamağa daha çox üstünlük verirlər. Xeyr. Çolluq, səhralıq ərazilərdə yaşayırlar ki, təhlükə olanda gizlənə bilsinlər. Açıq ərazidə gizlənə bilməzlər axı. Mətnə əsasən lira quşu təhlükə hiss etdikdə nə edir? Bayaq dedikdə kolluqlarda gizlənir. Sürətlə qaçır və sıx kolların arasında gizlənir. Asan sualdır. Düşünmürəm ki, uşaqlar burada çətinlik çəkər. Kvokkaların ölçüsü təxminən hansı heyvanların ölçüsünə bənzəyir? Kvokkalar bayaq şəklini gördüyümüz heyvan idi. Gülümsəyən heyvan. Mətndə verilib ki, onlar pişiklə eyni ölçüdədir. Pişik boydadırlar. Kvokkalar niyə həmişə xoşbəxt görünürlər? Çünki onların ağız quruluşları gülümsəyən insanı xatırladır. Üz cizgiləri asəfdir. Üz cizgiləri onların gülümsəyərmiş kimi göstərdiyi üçün insanlar onları xoşbəxt gülümsəyən heyvan kimi olduğunu düşünürlər. Amma heyvan sadəcə üz cizgiləri budur. Yaşadıkları ərazidə qida bol şərait yaxşı olduğu üçün xeyir. Həm insanlardan, həm də heyvanlardan qorxmadıkları üçün bu da yanlış. Sadəcə üz cizgilərinə görə insanlar onları xoşbəxtmiş kimi görürlər, gülümsədiyinə görə. Mətnə görə kvokkaların xüsusiyyətləri haqqında hansı fikir doğrudur? Utancaqdılar, yanlışdır. Qaşqabaqlıdırlar, yanlışdır. Dözümlüdürlər, bəli, onların dözümlülüyü barədə mətndə söhbət gedir. Qorxaqdılar, xeyr, insanlardan qorxmurlar, insanlara yaxınlaşırlar. Niyə aksalot özünü yenidən yaradan canlı adlandırılır? Aksalot balıqdır. Hər hansı bir üzvü kəsilərsə, zədələnərsə, hətta beyni, ürəyinin yarısı onu yenidən bərpa eləyə bilir. Özünü yenidən yaradan canlı adlandırılır. Çünki itirdiyi üzvünü bərpa edə bilir. Müəllif niyə aksalotun qolunu Lego parçası ilə müqayisə edir? Bu biraz çətin formalı sualdır. Çünki bunu düşünmək lazımdır ki, niyə görəsən onunla müqayisə edir. Təbii ki, bu kimi müqayisələrdə müəllif nəyə nəzərə çatdırmaq istəyir? Yəni həmin heyvanın xüsusiyyətini açıq şəkildə biz təsəvvür eləyə bilək. Çünki Lego parçalarını biz hər birimiz görmüşük. Lego kiçik parçalardır. Bir-birlərini onu bərkidərək bina hazırlayırlar, maşın hazırlayırlar, maketi də. Belə. Aksolotun bədəninin oyuncaqlar kimi rəngarəng olduğunu bildirmək üçün bu yanlış. Onun uşaqlar tərəfindən sevilən bir oyuncağa bənzədiyini oxucuya çatdırmaq üçün yanlış. Bərpa olma prosesini oxucunun təsəvvüründə aydın canlandırmaq üçün. Bax, doğru cavabımız budur. Aksolotun yalnız Meksika göllərində tapılan nadir canlı olduğunu vurğulamaq üçün xeyr, əlaqəsi yoxdur. Yəni ona görə Lego parçasına müqayisə edirik ki, biz oxucular onu təsəvvürümüzdə canlandıra bilək aydın formada. Mətnin yazılmasında müəllifin əsas məqsədi. Bax, bu 6-cı siniflərə ötən il düşmüşdü. Bu ildə düşmə ehtimalı var. 4-ləri düşübsə, 6-lara da mütləq düşər. Deməli, müəllif niyə görə yazıb bu mətni? Dünyanın ən sürətli və nəhəng heyvanlarını oxucuya daha yaxından tanıtmaq. Biz orada sürətli yox da nəhəng heyvan görmədik. Yanlış. Təbiətdəki hər bir canlının özə məxsus bir gücə malik olduğunu göstərmək. Bəli, bu doğrudur. Su aylarının hər bir şəraitə uyğunlaşmaq gücü var idi. Sonra liraların səs təqlid etmək gücü var idi. Daha sonra kvokkalar gülümsüyürdü. Sonra balıq vardı, aksolot. O itirdiyi bədən üzvünü bərpa eləyə bilirdi. Avstraliya və Meksika kimi ölkələrdə yaşayan müxtəlif heyvanların sayını açıqlamaq xeyr, yanlışdır.
Heyvanlar arasında keçiriləcək yarışların qaydalarını oxuya ətraflı izah etmək. Bu da təbii ki, yanlışdır. Keçək son suallara 29-30. Mətndə son abzas başlıqsız verilib. Bəli, düzdür, başlıqsız verilib. Aşağıdakılardan hansı həmin hissə üçün başlıq ola bilməz? Başlıq ola bilməz. Hamısı başlıq ola bilər. Sırf bu ola bilməz. İndi onu biz müəyyən eləməliyik. Deməli, texnologiya təbiətdən üstündür. Bax, orada texnologiyadan ümumiyyətlə danışılmadı. Ona görə də bu başlıq tamamilə yanlışdır. Bunu biz başlıq kimi ora verə bilmərik və bizə lazım olan cavab da bu olacaq. Baxaq belə, təbiətdə zəif canlı yoxdur. Bəli, bu doğrudur. Hər canlının öz gücü, xüsusiyyəti var. Bunu biz başlıq kimi verə bilərik. Hər canlının öz bacarığı var. Doğrudur. Hər canlının öz bacarığı olduğunu biz gördük. Güc fərqli formalarda olur. Bunu da gördük. Bu da doğrudur. Bu B, C, D başlıq ola bilər, amma A başlıq ola bilməz. Bizdən də bunu istəyirdi. Gəldik 30-cu suala. Bu da açıq yazılı sualdır. Altılara da bu şəkildə düşəcək. 2 dənə sual düşəcək. Açıq yazılı sual. Lira quşu haqqındakı hissədə onun təbiətin ən bacarıqlı səs yazan cihazı olduğu deyilir. Doğrudur. Müəllif canlı quşu cihaz adlandırmasını əsaslandıran hissəni mətndən seçib yazın. Həmin hissəni götürüb bura yazmaq lazımdır. Deməli, bunun üçün biz müraciət eləyək mətnə. Ümumiyyətlə, hansı sualda dirənsəz, qayıdıb mətnə mütləq baxın. Mətni ilə bir dəfə oxudum, getdim, el eləməyin, qətiyyən. Deməli, bax, lira quşu haqqında verib. Deyir ki, bu quş təkcə digər quşların nəğmələrini deyil, ətrafda eşitdiyi hər şeyi təqlid edə bilir. Avstraliya meşələrinin dərinliklərində fotoaparatın çıqqıltısının, fit səsinin və ya ağac kəsən mişarın uğultusunun eyni ilə təqlid edildiyini eşitsəniz, təəccüblənməyin. Bu lira quşudur. Bəli, bax, bu cümlə təsdiq eləyir ki, səs yazan aparat kimi lira quşu səsi təqlid eləyir. Sadəcə heyvanların, quşların səsini yox, aparatların, cihazların səsini belə təqlid eləyə bilir. Onun üçün də bu cümləni oraya yazsaq, yəni doğru fikir olar. Cavabımız doğru olar. Yəni bu qədər, izahımız bu qədər idi. Ümid edirik ki, faydalı olar. 4-cü siniflər baxıb yoxlayar səhvlərini. Əgər açıq sualları bu formada yazıblarsa, doğru gələr, doğru olar. 6-cı siniflərdə mətni işləyərlər, izaha baxarlar, suallarla tanış olarlar ki, sabah imtahanda rahat olsun. Maksimum dərəcədə videonu bəyənin, şərh yazın, paylaşın ki, daha çox insan faydalansın. İmtahana bir gün qalıb. Çalışaq ki, bir-birimiz üçün faydalı olaq. Bu tipli videoların davamının gəlməsini istəyirsinizsə, kanala abunə olun və növbəti imtahanlarla bağlı videolarla vaxtında tez xəbərdar olun. Çox sağ olun. Hər kəsə imtahanda uğur arzu edirəm.